Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz bir psixoloji xəstəliyi var. Adətən insanlar arasında daha çox məşhurdur. Bu da nə ilə bağlı? Xüsusən yol gedəndə daimi olaraq narahat olan insanlar. Ya halı dəyişir, yəni halı pis olur, yaxud nəfəs çatışmamazlığı olur, ürək bulanma bu kimi hallar olur. Onlara psixogiyanist insanlar deyirlər. Bu nə deməkdir? Giyanist adətən nədən yaranıb, ifadə olaraq, yaxud hərfi mənası nələrdir, bunları biləcəksiniz. Adətən bu tip insanlar hər hansı bir növ uzun yola getməmişdən qabaq o kimi halları senari olaraq gözünün qabağından düşünürlər. Və nəticədə də o halı senarini düşünən zaman bir yox həmin vəziyyətdə iki qat pis olurlar. Niyə? Çünki bir dəfə gözünün qabağına canlanıb da bu. Və sonradan həmin haldan çıxmaq üçün bəzi insanlar sakit otururlar, tərpətməyib. Xeyr, elə deyil. Pəncərəni yendirib, yaxasını açıb, yaxud soyuq su ilə üzünə su vurub. Bu kimi halları etməyəcəksinizsə, sən daha çox pis olacaqsan. Çünki psixogiyanist olan insanlara daha çox tez-tez dəyişir hal. Tək yolda deyil də, yol gedəndə deyil, maşınla. Yaxud bir də görürsən, adi piyada deyilir yəni buna, doğru deyil. Belə də olanda da, gəzəndə də hallar dəyişir. Yaxud yəni anidən hər hansı yolu qət edən zaman, bir yerdən digər yerə keçid edən zaman halları tez-tez dəyişirlər. Bu da əslində səbəb olaraq nədən qaynaqlanır? Bir-iki dəfə çox uzaq bir yol gediblər. Məsələn, düşünün, gedirsən Bakıdan Gəncəyə, yaxud Balakəndən gəlirsən Şabrana, yaxud gəlirsən elə Bakıya. Uzaq yol qət edən zaman bir dəfə sənin pis oldusa halın, getdiyin sənin yolda, yenidən olmaq ehtimalı riski daha çoxdur. Çünki travmanı almısan. Travma almayasan deyən, ona görə uzaq yola çıxırsınızsa, ən azından istəyir AirPod, yəni naşniklər olsun. Qulağa taxılan qulaqcıqlardan mahnı ilə, yaxud hər hansı bir növ offline vəziyyətdə qabaqcadan, yəni bundan əvvəl internet şəbəkənizdən kinolar yükləyib baxa bilərsiniz ki, YouTube-da qalsın həmin tarixçədə. Yəni, həm önləm, yəni qabaqcadan buna bir növ qabaqlama metodikası almaq üçün, həm də bu vəziyyəti, travmanın yaranmasını, ya travmanı tətikləyici, yəni travmaya məcbur edən şeyi ortadan qaldırmaq üçün. Çalışın bu kimi hallarda diqqətli olun. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə həyata keçirilir.